Hətta bu yaxınlarda onların sülh planları da açıqlandı. Amma nəticə yoxdur. Nəticənin olması üçün nələr labüddür? Bilirsiniz, təbii ki, bu nəticədə olmayacaq. Çünki bu adi Rusiya, Ukraynaya qarşı adi torpaq işğalı deyil. Məsələn, bu Ermənistan-Azərbaycan münaqişəsi deyil ki, Azərbaycan öz ərazilərini işğaldan azad etsin. Bu geopolitik qarşıdurmadır və burada dünyanın bölüşdürülməsi, nüfuz uğrunda mübarizədir. Rusiya ona görə Ukraynaya hücum edib. Rusiyanın da əsas fundamental tələbi Şərqi Avropa postsovet məkanı. Biz nəzər yetirək hələ 2021-ci ilin dekabrında Rusiya Qərbə ultimatum verdi. 1997-ci il sərhədlərlə NATO çəkilməli, Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz postsovet məkanında öz siyasətini qurmamalı, NATO genişlənməməli, həmçinin Rusiya nüfuz məkanı tanınmalıdır. Və bu ultimatum təbii ki, Qərb Alyansı tərəfindən rədd edildi və Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları həyata keçirdi. Keçirilən bu görüş niyə nəticəsi başa çatır və çünki qeyd etdiyim kimi geopolitik qarşıdurmadır. Bir tərəf mütləq şəkildə burada məğlub olmalıdır, güzəştə getməlidir. Rusiya qəti şəkildə güzəştə getmir. Ötən gün də Rusiya prezidenti hətta Avropaya dedi ki, döyüşməyə sizinlə hazıram. Həmçinin Avropa İttifaqı da qəti surətdə güzəştə gedə bilməz. Çünki bu müharibə Avropa ərazisinə gedir. Avropanın təhlükəsizlik arxitekturası pozulub. Həmçinin burada güc yolundan sərhədlərin dəyişdirilməsidir və bu növbəti mərhələdə yeni prezident yarana bilər və bu dünya siyasi nizamda beynəlxalq hüququn pozulmasıdır. İkinci, çox təəssüf ki, Amerika Birləşmiş Ştatları indiki administrasiyası isə güzəştə getmək istəyir Rusiyaya. 28 maddəlik bənd var idi və bu elə Putinlə, həmçinin Trumpın xüsusi müşaviri Utkov tərəfindən hazırlanmışdı və bu proses bu istiqamətdə Zelenskiyə çox ciddi şəkildə bu müstəvidə təzyiqlər olundu ki, bunu imzalama. Avropa İttifaqı buna imkan vermədi. Hazırda Amid bəy dedi, Moskvada keçirilən görüş də nəticəsiz qaldı. Amma bir məsələyə diqqət edək. Burada Utkov, Vladimir Putin və Trump arasında əsas əlaqələndiricidir və Utkov burada Rusiyanın lobbiçiliyini həyata keçirir. Çox təəssüf ki, həmçinin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rubio burada praqmatikdir, Qərb Alyansı istiqamətindən çıxış edir və onun mövqeləri Ukraynanın mövqeyindən üst-üstə düşür. Cenevlə danışıqlarına da o rəhbərlik elədi və 19 bəndlik bir saziş gündəmə gətirdilər və onu Rusiya təqdim etdilər. Təbii ki, Rusiya qəbul etmədən fikir verək, Moskvaya kimlər göndərilmişdi? Donald Trumpın kürəkəni Kuşner, həmçinin Utkov, həmçinin Rusiya prezidenti tərəfindən də Şakovdur və Putinin qızının padruqasının yoldaşı bu məsələlərə rəhbərlik edir. Fikir verək, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Rubionu prosesdən uzaqlaşdırır. Çünki o, Ukraynanın Qərb Alyansının mövqeyindən çıxış edir. Kuşner isə bunlar alverçi təvəkkürünə malikdir. Bunlar Rusiyanın istədiyi şəkildə prosesi həyata keçirməyə hazırdırlar. Amma göründüyü kimi Vladimir Putin burada taktiki üstünlüyə nail olub. Avropa ilə Amerikanı bu məsələdən ayırıb. İndi Rusiya prezidenti çalışır ki, Amerika və Rusiya tərəfi də bu konfidensial danışıqları aparsınlar və razılıq əldə olunsun. Amma burada Avropanı kənarda qoymaq təbii ki, bu danışıqlarda hər hansı bir müsbət nəticələnməyəcək. Bütün aparılan danışıqlar hamısı masa üzərində qalacaq. Çünki Avropa bu danışıqların mərkəzində olmalıdır. Ukrayna mərkəzində olmalıdır. Bir orta məxrəcə gəlinməlidir. Orta məxrəc nədir hazırda? İndiki təmas xətti boyunca atəşkəs elan olunur. Qoşunlar olduğu yerdə dayanır və danışıqlar gedir. Danışıqların hansı müstəvidə gediləcəksə, bu aparılacaq danışıqlar prosesindən asılı olacaq. Yox, indi Putin öz fundamental demək olar ki, mövqeyində qalır. Donbas qərb tərəfindən Rusiya ərazisi kimi tanınmalıdır. Ukraynanın konstitusiyasına, NATOya girməmək orada təsbit olunmalıdır. Zelenski hakimiyyətdən getməlidir.
Yəni elə bir iddialar irəli sürür ki, dünya siyasi nizamı pozulur və güc yolu ilə sərhədlərin dəyişdirilməsi prezidenti gündəmə gəlir. Sabahları bir güclü ölkə digər ölkə hücum edəcək və deyəcək bunu tanımalısan. Və Rusiya öz tələbini əgər qəbul elətdirə bilsə, sabahları Rusiya Ukraynanın dövlətçiliyini ləğv eləyəcək. Ukraynada qalmayacaq. Polşanın qapısını döyəcək, bir Baltikanı, Moldovanı, Cənubi Qafqaza gələcək, Mərkəzi Asiya gələcək. Ona görə də bu münaqişənin bir həll variantı var. Yalnız tərəflər meydanda döyüşməlidir. Amma nə vaxta kimi döyüşəcək, kimin resursu böyüdür? Təbii ki, Avropa İttifaqı döyüşü aparmaq istəyir. Çünki deyir, Rusiya məğlub olmalıdır. Rusiyanın da müəyyən dərəcə resursları tükənir. Ahmet bəyin fikri ilə razıyam. Bəli, hər iki tərəf istəyir ki, döyüşlər dayansın. Rusiyada, həmçinin Amerikada. Çünki resurs məsələsi var. Donald Trump pul xərcləmək istəmir. Rusiyanın da şəxsiyyət baxımından kifayət qədər resursları zəifləyir. Ukraynada güclü zərbələr endirir Rusiyaya. Sadəcə olaraq Amerika Birləşmiş Ştatları prezidenti, administrasiya Vladimir Putinlə diplomatik danışıqlara getməməlidir. Bu vaxt itkisidir. Bunlar konkret olaraq Ukraynaya latil hücum silahları verməlidir, taktiki ballistik raketlər verilməlidir və təmas xətti, cəbhə xəttində Rusiya silahlı qüvvələri darmadağın edilməlidir və ondan sonra Rusiya oturacaq, deyəcək, gəlin razılaşaq. Tamam, mən Krımdan da əl çəkəcəm, Donbasın müəyyən hissəsindən də əl çəkəm. İnandırım ki, burada hörmətli tamaşaçılar da bilsin ki, bu məsələ yalnız güc yoluna həll olunmalıdır. Yəni, bir tərəf mütləq şəkildə güzəştə getməlidir. Əgər Amerika Birləşmiş Ştatları, həmçinin Avropa ölkələri bu məsələdə səmimi olsalar, ciddi siyasi iradə ortaya qoysalar, Rusiya hərbi zərbələri Ukrayna üzərinə indirsələr, Rusiya güzəştə gedəcək. Baxın, hələ NATO ölkələri yığışırlar, məsləhətləşirlər ki, biz Ukrayna havadan müdafiə sistemləri verək. Baxıram, bunlar hələ indi məsləhətləşir. Bu nə deməkdir? Rusiya Pokrovskını ələ keçirməyə çalışır, digər ərazilərdə irəliləməyə çalışır. İndi artıq Kupianskını Ukrayna işğaldan azad edib. Pokrovski deyirlər ki, işğal olub, amma işğal olunub. Şimal istiqamətdə Ukraynanın nəzarətindədir. Amma göründüyü kimi, yəni Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli yoxdur. Diplomatik həll yolu var, ancaq bir tərəf güzəştə getməlidir. Bu nə Rusiya, nə Qərb güzəştə getmir. Amma həll variantı Amerika Birləşmiş Ştatları, Avropa ciddi şəkildə Ukraynanın müdafiə qabiliyyətini yüksəldirməli, hücum silahları verməlidir, Rusiya durdurulmalıdır. Mən həll variantı bunda görürəm. Təşəkkür edirəm Məhəmməd müəllim. Ahmet müəllim, təbii ki, bu danışıqlar masada davam edir və Amerika Birləşmiş Ştatları prezidentinin belə deyək, nümayəndəsi Steve Witkovla bağlı da artıq bəzi fikirlər səslənir. Biraz öncə Məhəmməd müəllim də onu qeyd elədi. Onu həm də bir siyasi kələkbaz adlandırırlar və şəxslərin münaqişələrin həllində rolu nə dərəcədə vacibdir? Bəli, çox düzgün qeyd edirsiniz və hörmətli həmkarım Məhəmməd bəy də bu məsələdə öz şərhində məsələyə xüsusi yer verdi. Hesab edirəm ki, bəli, belə vacib məsələlərdə danışıqlar aparan şəxslərin seçilməsi və ora göndərilməsi və bu danışıqların masada aparılması çox vacib şərtlərdən biridir. Məsələn, siz baxın ki, dünənki Moskva görüşündə Məhəmməd bəy də qeyd etdiyi kimi Steve Witkov, tutaq ki, lap bu belə deyək də Amerika Birləşmiş Ştatlarının simasıdır və prezidentin xüsusi nümayəndəsidir. Onun yanında prezidentin belə deyək də qızının yoldaşı kürəkəninin gəlməsi artıq bu məsələdə bilirsiniz şəxsi ambisiyaları və siz qeyd etdiyiniz məsələləri ortaya qoyur ki, artıq bu insanlarda və bu prosesi izləyən insanlarda belə bir fikir yaranır ki, artıq bu sanki diplomatik masa yox, hansısa alış-veriş bir masasıdır. Hansısa məsələlər, əsas məsələ kənarda qalıb, digər pərdə arxası məsələlər Rusiya prezidenti ilə razılaşdırılır. Baxın, siz görün hansı bir vəziyyətdir ki, Ukrayna kimi bir dövləti bu məsələyə təhrik edən, əvvəl gündən təhrik edən kim idi? Biden hakimiyyəti və onun kabineti. Yəni Amerika Birləşmiş Ştatları və bu gün yenə həmin oyunçu rolunu oynayır. Amerika Birləşmiş Ştatları sadəcə oyunçular dəyişib. Trump'dır və onun kabinetinin üzvləri. Axı Amerika Birləşmiş Ştatları razılıq vermişdi bu müharibənin başlanmasına. Elə həmin Amerika Birləşmiş Ştatları idi ki, Ukraynanı dəstəkləyirdi, silah göndərirdi, maliyyə yardımı göndərirdi və eyni zamanda Avropanı da buna məcbur eləyirdi. Bu gün Böyük Britaniyadır, Almaniyadır, Fransadır, ara sıra Polşadadır ki, bu bəyanatları verirlər ki, Ukrayna müstəqilliyi təmin olmalıdır və ərazi itkisindən söhbət gedə bilməz. Baxın, fikirlər nə qədər haçalanıb. Amerika Birləşmiş Ştatları deyir ki, əvvəl 28 maddəli bir maddəni qoydu ortaya,
xüsusi nümayəndəni göndərdi Cenevrədə, sonra Ər-Riyadda, Vaşinqtonda. İndi bu görüşlər keçirildi. Heç bir nəticə əldə olmadı və dedilər ki, 19-20 maddəli bir belə deyək də razılaşdırılma olub. Ancaq bu da son yekun variant deyil. İndi biz nəyə görürük? Ukrayna prezidenti zəmanət və təhlükəsizlik axtarışında Avropa ölkələrinə səfər edib. Yadınıza düşür, 2 gün bundan qabaq Fransadaydı. Bu gün artıq Britaniyadadır. İrlandiyadan bəyanatlar verir. Bu ölkənin prezidenti də öz zəmanət axtarışındadır. Amerikanın istəkləri tamam başqa cür bu prosesdə, Avropanın istəkləri isə ondan ibarətdir ki, bu məsələ fundamental olaraq müstəqillik, insan hüquqlarının qorunması, demokratik prinsiplərdən baxır və hər zaman qeyd edir ki, Ukraynada ərazi dəyişikliyinə biz yol verə bilmərik. Əgər yol verə bilmərik deyiriksə, deməli onda bu Amerika Birləşmiş Ştatlarının göstərdiyi təzyiq fonunda onun fikirlərindən tamam ayrı bir fikir ortaya qoyur. Və belə nəticəyə gəlinir ki, artıq burada Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqı və bu ölkə Avropa İttifaqına daxil olan əsas ölkələr arasında müəyyən fikir ayrılıqları var. Çünki onların hər ikisi ayrı-ayrılıqda götürsək öz prizmalarından məsələnin həllinə tamam başqa prizmalardan yanaşırlar. Avropa ümumiyyətlə bilirsiniz ki, bu qitədə əsas məsələ demokratik prinsiplərinin qorunub saxlanmasıdır. Sərhədləri, hörmətli Məhəmməd bəy dedi ki, zor gücü ilə dəyişdirmək olmaz. Əgər sən Ukraynanın ərazisini işğal eləmirsənsə, təbii ki, bunları geri qaytarmalısan. Baxın, Zelenski dəfələrlə fikrində bildirdi ki, hətta o 28 bəndli maddədə də bildirdi ki, mən heç vaxt Ukrayna xalqını satmamışam. Heç vaxt Ukraynanı satmamışam və bundan sonra da satmayacağam. Məhz bundan sonra görüşlər daha çox aktivləşməyə başladı ki, o 28 bəndli maddədən ibarət bəndlər dəyişilməyə başladı. Çünki ortaq gördülər ki, Ukraynada, çünki bilirsiniz, döyüş aparan xalq, döyüş aparan dövlət Ukraynadır. Bunun özündən bir reaksiya, ciddi reaksiya olmalıdır ki, mən öz ərazi itkimlə barışmayacağam. Niyə mən Rusiyaya bunu güzəştə getməliyim və niyə Amerika Birləşmiş Ştatları vasitəsilik missiyasını öz üzərinə götürdüyü halda belə bir müqaviləni bizi imzalamağa məcbur edir. Təbii ki, fikirlər hasanlanıb. Avropa İttifaqı bir tərəfdən, Amerika Birləşmiş Ştatları bir tərəfdən, Ukraynanın öz fikirləri, zəmanət axtarışı, təhlükəsi və Rusiya. Belə olan halda təbii ki, ortaq məxrəcin tapılması çox çətindir. Və mən o fikirlə də razıyam ki, əgər hər iki tərəf, danışıqlarda gedən hər iki tərəf güzəştə getmirsə, bu sonda müharibə meydanında həll olunacaq. Çünki biz öz məsələmizi götürmürsə, biz 30 il biz dünya ictimaiyyətinə inandıq. Beynəlxalq təşkilatlara ümid elədik, beynəlxalq konvensiyaya, hüquqa ümid elədik 30 il və hətta ondan çox ki, bu məsələ hüquqi müstəvidə həll olunacaq. Nəticədə nə oldu? Azərbaycan Respublikası öz konstitusiyasını və BMT-nin 51-ci maddəsini rəhbər tutaraq bu məsələni bir dəfəlik həll edir, güc yolu ilə. Və görünür ki, bu məsələdə də Rusiya Federasiyası ilə danışıqlar aparılması vaxt itkisinə gətirib çıxara biləcək. Çünki baxın, nə qədər danışıqlar aparılıb, hələ heç humanitar məsələlər ətrafında belə razı. Nə əsrlərində, düzdür, bir-iki dəfə olub Türkiyənin cəhdi ilə, ancaq faktiki olaraq böyük miqyasda əsrlərin dəyişdirilməsidir, humanitar dəhlizlərin yaradılmasıdır, ərazilərin bərpala olmasıdır, minaların təmizləməsi. Bu məsələlər ətrafında ümumiyyətlə heç bir danışıqlar aparılmır. Bu da onun deməyə əsas verir ki, hər tərəf, belə deyək də, müharibədə öz sözünü müharibə meydanında deməyə hazırlaşır. Aparılan danışıqlar isə, mən yenə deyirəm, ola bilər ki, çox güman ki, ehtimal olunur ki, əsas məsələlər qalıb kənarda, Rusiyanın hansısa maraqlarını təmin etmək üçün və Ukraynanın da bu maraqlara qurban vermək istiqamətində gedir. Təşəkkür edirəm Amid bəy. Məhəmməd bəy, əslində Amid bəy maraqlı bir mövzunu atdı ortaya. Bu məsələnin, ümumiyyətlə bu tip məsələlərin hüquqi müstəvidə həll olunmaması. Elə yeri gəlmişkən Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bir bəyanat səsləndirib. O, ATƏT-i münaqişələrin həll edilməməsində günahlandırıb və artıq bu təsisatın heç bir işə yaramadığını ortaya qoyub. Əslində, Amid müəllim də qeyd elədiyi kimi 30 ilə yaxın müddət ərzində biz bunu daha çox yaşamışıq, daha çox hiss eləmişik və müşahidə eləmişik ki, beynəlxalq təşkilatlar heç də hüquqi çərçivədə münaqişələri, müharibələri həll eləmirlər. Və siz necə düşünürsünüz? İndiki situasiyada ATƏT və yaxud da digər hansısa bir təsisatların yardımına, köməyinə ehtiyac varmı? Baxmayaraq ki, tərəflər yenə də onları itham edirlər. Bilirsiniz, Rusiya elə uzun müddət ATƏT Minsk qrupunun üzvü olub. Böyük dövlətlər çox vaxtı ümumiyyətlə beynəlxalq hüququ heç sayırlar. Məsələn, Vladimir Putinin biz leksikonuna baxaq, qeyd edir ki, Ukraynanın şərq əraziləri Rusiya ərazisi kimi tanımalıdır. Yaxşı, belə olan təqdirdə sənin bir dövlət başçısının digər ölkə ərazisini işğal edir və onun konstitusiyasına salır Rusiya ərazisi kimi, durub Sergey Lavrov beynəlxalq hüquqdan danışır, Avropanın təhlükəsizliyin, əməkdaş ATƏT-dən danışır. Yaxşı, birinci sən Rusiya böyük dövlətsən,
və sən qonşunun ərazilərini işğal edirsən və onu legitimləşdirmək istəyirsən, hansı hüquqdan söhbət gedə bilər? Kiçik ölkələr, yerdə qalan kiçik ölkələrdir, Avropa ölkələri hansı hüquqla? Yaxşı, elə Böyük Britaniyada, Fransada, Almaniyada, elə BMT-də, ATƏT-də beynəlxalq hüquqdan danışılır. Elə Qərbin də irəli sürdüyü beynəlxalq hüquqa əsaslanır. Elə amma Amerika Birləşmiş Ştatlarının prezidentinin təqdim etdiysə sülh planı Rusiya ilə birgə bu beynəlxalq hüququn çiynənməsidir. Təəssüf ki, hazırda beynəlxalq hüquq çiynənir. Qüvvədə olan nizamnamələr, demək olar ki, BMT-nin nizamnamələri, Cenevre Konvensiyası 1975-ci ildə Avropa Təhlükəsizlik Əməkdaşlığı Təşkilatının qəbul etdiyi əsasnamələr demək olar ki, elə bu dövlətlər tərəfindən pozulur. Və belə olan təqdirdə təbii ki, beynəlxalq hüquq da olmayacaq, kim güclüdür onu diktə etməyə çalışır, amma demək ki, öz siyasətləri çətinə düşəndə beynəlxalq hüquq yadlarına düşür. 30 il ərzində BMT-nin 4 qətnaməsi var Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı. Halbuki BMT-nin Təhlükəsizlik Şurasının tam hüququ var ki, işğalçıya ciddi təzyiqlər etsin, amma həmin dövlətlər öz maraqları kontekstdə məsələyə yanaşdılar, beynəlxalq hüququ saymadılar, amma Azərbaycan yenə də beynəlxalq hüququ rəhbər tutdu və Amid müəllim dedi, BMT-nin 51-ci maddəsi və 4 qətnaməyə əsaslanaraq öz ərazilərini işğaldan azad etdi. Beynəlxalq hüququ var, amma hazırda isə müəyyən dərəcədə işləmir. Amma mən düşünürəm ki, 2-ci Dünya müharibəsindən sonra indiyə kimi 70 ildən 80 ilə yaxındır ki, vaxt artıq dünya siyasi nizamı dəyişir. Soyuq müharibə dövrü, soyuq müharibədən sonra dövr, indiki dövr artıq mən düşünürəm ki, BMT-də də ciddi şəkildə islahatlar həyata keçirilməlidir. BMT-nin daimi 500-ü var, onun sayı artırılmalıdır. Türkiyədə, Braziliyada, digər ölkələrdə ora üzv olmalıdır. Artıq ədalət prinsipi pozulub dünyada. Kim güclüdür, onu diktə etməyə çalışır. Baxın, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump prezident olan kimi dedi, Kanada Amerikanın ştatı olmalıdır. 51-ci ştatı olmalıdır. 51-ci ştatı olmalıdır. Bu nə deməkdir? Elə birinci BMT-nin nizamnamələri kim yazıb? Amerika Birləşmiş Ştatları yazıb. İkinci Dünya müharibəsi sonra qalib dövlətlər yazıb da. Burada SSR-in varisi Rusiya da var. Yəni öndə gedənlər özləri pozursa, Qrilandiyanı dedi, mən işğal eləməliyəm, Danimarka mülkü. Həmçinin Panamanı dedi ki, oranı mən işğal eləməliyəm, Amerikanın tərkibinə qatılmalıdır. Və Rusiya prezidenti də baxır, iştahı açılır, deyir, mən də onda keçmiş postsovet məkanına nəzarəti əl almalıyım. Axı, Amerika Birləşmiş Ştatları, sən fövqəli dövlət statusu əldə edibsənsə, sən beynəlxalq hüququ, demokratiyanı, ali prinsiplər kimi öz strategiyanına daxil edibsən və digər ölkələrə qarşı bundan istifadə edib təzyiqlər edirsən ki, demokrat olmalıdır, beynəlxalq hüquq sənin ölkəndə işləməlidir, amma özün bu hüquqları pozursan, digər ölkələri ilhaq etməyə çalışırsan və belə Rusiya kimi aqressiv qonşularına qarşı etimadsız bir siyasət yürüdən bir növ Rusiya kozur verirsən. Məsələn, Rusiya tərəfi də görür ki, Amerika Birləşmiş Ştatlarının prezidenti öz qonşusu Kanadaya qarşı onun dövlətçiliyini ləğv etmək üçün bəyanatlar verdi. Rusiya da deyir ki, onda mən də Ukraynanı işğal eləməliyəm, onun dövlətçiliyini ləğv eləməliyəm. Çox təəssüf ki, burada hazırda Avropa dövlətləri beynəlxalq hüquqdan çıxış edir. Böyük Britaniya, Fransada, Almaniyada, İtaliyada bunlar həlledici faktordur. Artıq Böyük Britaniyada Brexitdən çıxdığına görə çox məyus olublar. İndi hazırda isə Avropa İttifaqı və Böyük Britaniya çox ciddi şəkildə indi birgə çıxış edirlər. Hazırki bu problemi beynəlxalq hüququn işlənməsi üçün, Ukraynanın qorunması üçün Avropa İttifaqı ölkələrinin başda Böyük Britaniya olmaqla siyasəti həll edicidir. Əgər
Qərb Ukraynada məğlub olarsa, beynəlxalq deqradasiyaya uğrayacaq, Rusiya fövqəladə dövləti statusu əldə edəcək, Qərb alyansı parçalanacaq. Demək olar ki, BMT-dir, ATƏT-dir, Avropa Şurasıdır, Avropa İttifaqı, Parlament Assambleyası heç bir əhəmiyyətini itirəcək. İndi baxırıq ki, Avropa İttifaqı genişlənmə siyasəti aparır, tamam aparır. Gəlirlər Ermənistana strateji saziş imzalayırlar. Sən ki, Ukraynanı qurtar, sənin Avropa İttifaqı, sənin talihin Ukraynada həll olunur. Ukrayna işğal olunur, Rusiya sənə imkan verməyəcək. Rusiya istədiyi Avropanı idarə etməkdir. Vaxtilə Boris Yeltsin, Rusiyanın prezidenti Clintondan məxfi danışıqları üzə çıxdı. Qeyd edir ki, Avropanı ver mənə. Amerika Birləşmiş Ştatları ilə Rusiya prezidentləri arasında belə bir danışıqlar olmuşdur ki, Rusiya konkret olaraq Avropanı, Qərbi Avropadan istəməsə, Şərqi Avropalarından sonra Qərbi Avropaya da konkret olaraq təzyiq altında saxlayacaq. Avropa İttifaqı beynəlxalq hüquq Ukrayna qalıb orada gəlirlər Ermənistana. Sabahlar Rusiya Ukraynanı işğal eləyəndən sonra Cənubi Qafqazı da götürəcək, Ermənistanı Nikol Paşinyanı da silah yolu ilə devirəcək, öldürəcək, məhv edəcək ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasəti, Ermənistan siyasəti iflasa uğrayacaq. Baxdım kütləvi informasiya vasitələrində mənə gülünc doğurdu. Nə Ermənistan, Avropa İttifaqı Ermənistana yardım edir, saziş bağlayırlar. Sənin siyasəti, sənin talihin Ukraynada həll olunur. Ged onunla məşğul ol. Amerika Birləşmiş Ştatları ilə get danış, beynəlxalq hüquq pozulur, Rusiyanın aqressiyası artır, sənin sərhədlərin təhlükə altındadır. Rusiya sabahları gəlib sənin qapını döyəcək, Brüsselə ilə barmaq sirkələyəcək. Yəni göründüyü kimi Avropa ölkələri də uzun illər rifah halında yaşayıblar. İkinci Dünya müharibindən sonra Amerika Birləşmiş Ştatları onların təhlükəsinin təminatçısı olub. Biz daima yeni dünya siyasi nizamından danışırıq. Əvvəlki nizam pozulub. ABŞ prezidenti deyir ki, öz talihinizi özünüz həll edin. Yəni çox təəssüf ki, beynəlxalq hüquq artıq kağız üzərindədir. Artıq beynəlxalq hüququn çevişliyi, bunun qorunması istiqamətində Avropa ölkələrində, Amerikada artıq strateqlər yetişməlidir. Böyük Britaniya, həm Avropa İttifaqında, həmçinin Amerikada artıq o siyasətçilər demək olar ki, 90-cı illərdə Avropada, Amerikada o siyasətçilər var idi, kifayət qədər dəmirli idi. Böyük Britaniyanın baş naziri, Fransanın prezidentləri, həmçinin Almaniyada da kanslerlər kifayət qədər strateji baxışa malik siyasətçilərdir. Amma indi elə bir siyasətçilər gəlib ki, bunlar Putin onlara parmaq sirkəlir, deyir, gəlib sizi məhv edəcək. Yəni bunlarda qorxular. Adi Rusiya prezidentinin nüvə şantajı ilə da çəkinirlər. Elə Almaniyanın bundan əvvəlki kansleri Scholz çox qorxurdu, etiraf eləyə Rusiyadan. O kifayət qədər müharibənin taleyinə təsir edəcək Almaniya raketlərini Ukraynaya vermək istəmir. İndi Almaniya indiki kansleri Merz indi danışır, yaxşı danışır, amma praktik, real əməl lazımdır. Böyük Britaniyanın da baş naziri də deyərdim ki, kifayət qədər strateq deyil. Fransanın prezidentinə söhbət gedə bilməz. Bu tərəziyə qoymaq olmaz Makronu. Bu məsələ var. Çox təəssüf ki, Avropa ölkələrində lidersizlikdən əziyyət çəkir. Ciddi lider yoxdur. Siyasət ortaya qoymalıdır və siyasətçilərin də bir işi yumruqlarını stola vurmalı və öz qərarlarını qəbul etdirməli və digər qanunsuz qərarlar qəbul edən digər ölkələrə qarşı ultimatum verməlidirlər. Amma Avropa ölkələri liderləri bundan əziyyət çəkirlər. Olsun İtaliya, olsun İspaniya, yəni konkret Polşa kifayət qədər ciddi mövqe ortaya qoyur, amma Polşanın da resursları o dərəcədə ciddi deyil. Axı Rusiya qarşısında öz mövqeyini gücləndirsin, amma obyektiv çıxış etdikdə Zelenski kifayət qədər Avropa liderlərindən daha da prinsipialdır, daha da strategdir. Çünki müharibə aparır. Zelenskinin yerində hansı Avropa lideri olsa da atıb çıxıb getmişdi ölkəni. Çoxlu belə bir nümunələr var. Amma onun həyatına dəflərlə sui-qəsdlər təşkil olundu. Hökumət kvartalına hücumlar, ən yaxın adamı, mühafizəçilər onu öldürmək istədi. Kiyevdə atışmalar gedirdi, onun iqamətgahının yanında Rusiya desant qüvvələri göndərdi. Amma Zelenski Ukraynanı tərk eləmədi. Hətta Avropa ölkələri özləri ona deyirlər ki, çıx
artıq Kiyevdən, amma getmədi. Bu günləri Avropa ölkələrində liderləri Zelenskiyə minnətdar olmalıdırlar ki, onlar hələ də öz kreslolarında otururlar. Çox təəssüf ki, beynəlxalq hüququ da elə Avropa ölkələri özləri çeynir və görməzdən gəlirlər. Bu günləri beynəlxalq hüququ əllərində rəhbər tutaraq Rusiyanın üzərinə gedib onu yerində otuzdura bilərlər. Avropa liderlərinin əlində də nüvə silahı var. Rusiya nüvə silahından niyə qorxursan? Yəni, bu belədir, sadəcə olaraq siyasi iradə lazımdır və Rusiya qarşısına duruş gətirmək lazımdır. Təşəkkür edirəm, Məhəmməd müəllim. Amid müəllim, Rusiya-Ukrayna münaqişəsi göstərdi ki, Avropa İttifaqı zəifdir. Daha doğrusu, Avropalı liderlər o deyil. Yəni, onlar, tutaq ki, bu müharibənin dayandırılmasında söz sahibi deyirlər. Amerika Birləşmiş Ştatlarına gəlincə, burada müəyyən maraqlar var. Aydın məsələdir, çünki 28 bəndlik elə sülh planında da bu açıq-aşkar özünü göstərdi. Mən soruşmaq istəyirəm, bu danışıqlarda Türkiyəni biz gördük. Müəyyən bir müddətdə İstanbulda, səhv etmirəmsə, Ankarada danışıqlar aparıldı. Orada müəyyən bir razılığa da gəlindi. Amma sizin də qeydlədiyiniz kimi nə humanitar məsələlər həllini tapıb, nə əsirlərin qaytarılması məsələsi gündəmdədir. Niyə görə Türkiyə dövriyyədən çıxarılıb? Onu yenidən qaytarmaq olarmı? Deməli, birinci məsələdən mən başlayayım ki, Avropada siyasi lider azlığı, yoxluğu. Məsələn, biz 2-ci Dünya müharibəsindən sonra görürdük ki, Almaniyada Konrad Adenauer var idi, Fransada Charles de Gaulle var idi, İngiltərədə Margaret Thatcher var idi. Yəni, bu insanlar doğrudan da... tarixdə qalıblar. Bəli, Avropanın siyasi həyatında olduqca vacib qərarlar verildi. Məsələn, son dövrlərə qədər Almaniyanın kansleri vardı, Angela Merkel. Putinlə baş-başa gəlirdi. Məsələlər, yəni, Rusiyada görəndə ki, qarşısında bir güc var, artıq bu balanslaşma və güzəşlərə gedirdi. Artıq Avropa bu məsələdə çox əziyyət çəkir, çox böyük əziyyət çəkir. Türkiyə məsələsinə gəldikdə isə mən sizə qeyd edim ki, həm Ukraynanın, həm də Rusiyanın etibar edə biləcəyi bir tərəfdaşı idi Türkiyə. Məsələn, baxın, ilkin taxıl sazişi, taxıl razılaşmalar məhz Türkiyənin iştirakı ilə oldu. Qaradənizdə bilirsiniz ki, taxıl yüklü gəmilər var idi. Lakin bu münaqişə nəticəsində həmin taxıl yüklü gəmilər öz məhsullarını təyinat nöqtələrinə çatdıra bilmirdi və son nəticədə bu marşrut iflis vəziyyətə düşmüşdü. Son anda Türkiyənin bu məsələyə dövrəyə daxil olması fonunda o taxıl, belə deyək də, embargosu aradan qalxdı. Və yaxud da ki, ilk əsir dəyişmələr, məsələn, Azov desantların dəyişdirilməsi də, məsələn, Türkiyə vasitəsilə həyata keçirildi. Hətta Ukraynada yaralı, belə deyək də, insanların, əsgərlərin Türkiyədə müalicəsi həyata keçirildi. Son anda Türkiyə dövrədən niyə çıxarıldı? Yadınıza düşür, BMT-nin, Məhəmməd bəyin də yadına düşür, son iclası oldu və Türkiyə orada iştirak elədi. Və sonradan iclasdan sonra Donald Trumpla Rəcəb Tayyip Ərdoğanın böyük bir görüşü keçirildi və görüşün sonunda Trumpın məşhur bir bəyanatı var idi. Dedi ki, biz Türkiyə ilə müəyyən məsələləri razılaşdırmışıq, ancaq iki mühüm məsələ var ki, Türkiyədə orada bizim dediklərimizi yerinə yetirsə, biz demək olar ki, Türkiyə ilə bütün məsələləri bölgəcə həll edəcək. Bunun biri yaxın şərqlə bağlı olan məsələ idi. İkincisi də çox güman ki, ehtimal olunur ki, Ukrayna-Rusiya məsələsində bu vasitəsi missiyasından kənarda qalması. Çünki Türkiyənin də Amerika Birləşmiş Ştatlarından çox böyük gözləntiləri var idi. F-35 təyyarələri, təhlükəsizlik zəmanəti, demokratik prinsiplərin qorunması, Türkiyəyə dəstəyin verilməsi, bölgədə Türkiyənin Amerika tərəfindən dəstəklənməsi, bu olduqca vacib məsələlər idi Türkiyə üçün. Hesab edirəm ki, o iki mühüm məsələ bununla bağlı idi ki, yaxın şərq və Türkiyənin bu proseslərdən bir qədər kənarlaşdırılması. Məhz elə bu Türkiyə bu proseslərdən kənarlaşdırıldığı üçün son anda Amerika Birləşmiş Ştatları ortaya girdi. Bax, bu məsələlər artıq, belə deyək, zuhur elədi və ortaya çıxdı və çox təəssüf hissi ilə qeyd edirik ki, artıq danışıqlar, görüşlər, nə bilim, belə deyək də, bu söhbətlər bu məzrada inkişaf edir. Baxın, görüşlər keçirilir, real nəticə yox. Görüşlər keçirilir. Məsələn, son dünənki görüşə qədər səhv eləmirəmsə 180-da yaxın həmlə olmuşdu cəbhədə. Siz təsəvvür edin ki, danışıqların aparıldığı aktiv bir fonda 180 həmlə. Bu nə deməkdir? Daha da artır. Bəli, daha da artır. Sürətləndikcə tərəflərin bir-birinə olan hücumları çünki bilirsiniz, şəxsi ambisiyalar, heç birisi şəxsi ambisiyalardan geri çəkilmir. Nə Rusiya, nə Ukraynanın hardasa başa düşməkdir. Çünki onun ərazisi işğal olunub, infrastruktur tamamilə dağıdılıb, qaçqınlarla üzləşib və üstəgəl Ukraynaya təzyiqlər verilir. Ancaq Rusiyada bu məsələ hesab edirəm ki, güzəştə getməlidir və məcburdur. Məhəmməd bəy çox gözəl qeyd elədi ki, beynəlxalq hüquq və beynəlxalq konvensiyalar çeynənilib. Elə birinci növbədə BMT-nin 5 daimi üzvü var. O dövlətlər bu məsələlərə münasibətlərini dəyişməlidir.
bildirməlidirlər ki, digər dövlətlər və üzv olan dövlətlər onlara baxıb belə deyək də bildirməlidir ki, Ələ Təhlükəsizlik Şurasının 5 daimi üzvü bu məsələ dəyişibsə, biz də ciddi surətdə dönüşlər eləməliyik. Ancaq çox təəssüf hissi ilə qeyd edilir ki, məsələn, baxın, nə Amerika Birləşmiş Ştatları, nə Fransa, nə İngiltərə, nə Almaniya, nə Çin, nə Rusiya öz baxışlarını, baxış bucaqlarını dəyişmirlər. Və nəticədə bu qisim münaqişələr sonda gətirib danışıqlar yox, münaqişə meydanda bu məsələnin həll edilməsini gətirib çıxardır. Baxın, Moldova 30 ildən çoxdur ki, bu məsələdən əziyyət çəkir. Gürcüstan 2008-ci ildə ərazi itkilərinə. İndi şükürlər olsun, biz bu məsələni həll elədik. Yaxın Şərq hələ də bundan əziyyət çəkir. Liviya, Suriya, Əfqanistan və sual olunurdu. Bu illər ərzində nəyə görə Amerika Birləşmiş Ştatları və 5 daimi üzv beynəlxalq hüququ və konvensiyaları rəhbər tutmadı? Çünki şəxsi maraqları var idi. 2001-ci ildə New Yorkda əkiz qüllələr dağıdılandan sonra Amerika böyük bir koalisiya yaratdı. Antiterror koalisiyası və ciddi surətdə xəbərdarlıq elədi ki, əgər kim mənlə bu koalisiyada birlikdə iştirak etməyəcəksə, deməli mənim əleyhimədir. Çünki mən dünya üzrə ən böyük təhlükəyə antiterror əməliyyatlarına başlayıram. Elə birinci məsələnin əsasını gücün ortaya çıxmasına Amerika Birləşmiş Ştatları qoydu və bunun ardınca digər münaqişələr. Hesab edirəm ki, bəli, bu məsələdə də dünya dövlətlərinin, dünyanın aparıcı dövlətlərinin baxış bucağı ciddi şəkildə dəyişilməlidir. Nə qədər ki, beynəlxalq münasibətlərdə, beynəlxalq hüquqda konvensiyalar, hüquqlar, demokratik prinsiplər, insanların yaşam hüququ ön sıraya çəkilməyəcək, Namidə xanım, bu münaqişələrin həlli olduqca çətin olacaq. Təşəkkür edirəm, Amid müəllim. Məhəmməd müəllim, Rusiya-Ukrayna münaqişəsi bir qədər də davam edərsə, dünyada mövcud olan dondurulmuş münaqişə ocaqları var. Onların taleyi necə olacaq? Təbii ki, bilirsiniz, yeni dünya siyasi nizamına qədəm qoyuruq və bu proses Rusiya-Ukrayna cəbhəsində baş verir. Hələ 2019-cu il prosesləri təhlil eləyəndə, indi 2016-cı ildə bu proseslərə baxıram, yazıram, şərh edirəm və daima qeyd edirdim ki, demək olar ki, şimal istiqamətindən Şərqi Avropa, Rus sərhədindən bu tektonik artıq çökmə başlayacaq. Hətta 2019-cu ildən qeyd edirdik, yazırdıq ki, Rusiya-NATO toqquşması qaçılmazdır Şərqi Avropada. Çünki o potensial apardığımız şərtlər, gəldiyimiz qənaət, gedən proseslər ona diktə edirdi və hətta deyirdik ki, 2020-ci ildə artıq əlverişli geosiyasi şərait yaranır ki, Azərbaycan da öz ərazilərini işğaldan azad etsin. O prosesləri biz görürdük və həqiqətən də qırılma nöqtəsi Şərqi Avropa gəldi, Cənubi Qafqaz, Azərbaycan öz ərazilərini işğaldan azad etdi. Həmin xəritəyə baxsaq gəlir Cənubi Qafqaz, Yaxın Şərq, İsrail, Həmas, İsrail-İran münaqişəsi və bu proses davam edir. Və dünya siyasi nizamı istiqamətində artıq bu proses, dünya siyasi nizamı bilirsiniz, diplomatik danışıqlar yoluna həll olunmur. Birinci Dünya müharibəsi baş verdi, Millətlər Liqası oturdular, biri məğlub idi, digərləri isə qaliblər. Qaliblər oturdu, yeni Millətlər Liqası qurdular və dünya siyasi nizamı yaratdılar. Ta 1939-40-cı ilə qədər lider Almaniya, Hitler gəldi, barışmadı. Birinci Dünya müharibəsi nəticələrini Almaniyanı inkişaf etdirdi və qonşularına qarşı hücum əməliyyatı apardı. 1938-ci ildə Çexiyaya, Sudet vilayətini aldılar, verdilər, Almaniya dedilər, Almaniya sakitləşəcək, Almaniya daha da inkişaf elədi və bildiyimiz kimi 2-ci Dünya müharibəsi baş verdi. Və Almaniya məğlub oldu, 2-ci Dünya yeni siyasi nizam formalaşdı, qaliblər yenidən BMT-ni yaratdılar, yeni dünya siyasi nizamı qurdular, SSR-i 91-ci il SSR-i dağıldı, soyuq müharibə başa çatdı və hətta kəşfiyyat məlumatları da var idi ki, Rusiya tərəfi 91-ci ildə SSR dağılandan sonra yeni dünya siyasi nizamından barışmadı və onlar hesablayırlar ki, Rusiya öz hərbi və maliyyə cəhətini inkişaf etdirdikdən sonra yenidən inkişaf edəcək və postsovet məkanı, Şərqi Avropa yenidən nəzarət alacaq və həmin dövr indi də Rusiya keçmiş dağılmış
mövcud siyasi nizamını qəbul etmir, inkişaf edib və öz tələblərini ortaya qoyub. Yeni dünya siyasi nizamı yaratmağa çalışır. Mən yenidən fövqəladə dövlət olmaq istəyirəm. İndi də götürüb Ukraynanın şərqini, Çexiyadakı Sudet vilayətini, indi Ukraynanın şərqini Rusiya versək, Rusiya bundan duracaqmı? Qəti surətdə durmayacaq. Yəni proseslər bu istiqamətdə gedir. Dondurulmuş münaqişələrə gəldiksə, bəli, yeni münaqişə ocaqları yenədən olacaq. Əfqanistan, Pakistan dondurulmuş, Pakistan, Hindistan münaqişəsi dondurulub, Hind-Çin yarımadasına Kamboca, Tayvan münaqişəsi dondurulub, Çin-Tayvan məsələsi var, Hind-Sakit Okean periferiyasında eyni toqquşma ocaqları var, hətta Çin-Filippin münaqişəsi var. Yəni gördüyümüz kimi dünya daha çox müharibələr üçün daha həvəsli görünür. Yeni dünya siyasi nizamı yaranması üçün artıq müharibələr qaçılmazdır və bunun da əsas mərkəzi Rusiyanın ambisiyalarıdır Ukraynada və Çin də müharibənin davam etməsində maraqlıdır. Çünki Çin istəyir ki, Qərb Alyansı, Amerika Birləşmiş Ştatları burada güzəştə geçsin, Rusiya fövqəladə dövlət statusu əldə etsin, Amerika zəifləsin və Çin Tayvanı nəzarətinə alsın. Həmçinin Hind-Sakit Okean periferiyasına, Filippindir, Malaziyadır, burada güclənsin. Amerikanın bu regionda geosiyasi mövqeyini daha da zəifləsin, Amerikanın buradan çıxarsın. Çünki Amerika Birləşmiş Ştatları ilə Çin arasında Hind-Sakit Okean periferiyasında çox ciddi şəkildə fikir ayrılıqları var. Hətta Yaponiya-Çin arasında da fikir versiniz, Çin gəmiləri Yaponiya ərazi sularına artıq ilhaq edirdi, ora gəmilər göndərirdi. Yəni böyük bir problemidir. Uzaq şərqdə əgər müharibə baş versə, bu 3-cü dünya müharibəsi baş verəcək. Çünki uzaq şərqin mədəniyyəti, onların, insanların təfəkkürü bizim yaşadığımız coğrafiyadan tamamilə fərqlidir, bilirsiniz. Yəni oradakı qığılcım lazımdır, orada müharibə baş verilsin və bu bütün regiona, dünyaya yayılsın. Yəni bu günləri Çin də öz kifayət qədər öz hərbi potensialını inkişaf etdirib. Hətta Amerika ilə bir çox məsələlərdə baş-başa gəlir. Çin də Rusiya-Ukrayna müharibəsi nəticəsini gözləyir və öz geosiyasi, öz mövqeyini, öz nüfuz dairəsini artıq qəbul elətdirmək istəyir. Öz nüfuz dairəsinin xəritələrini çəkmək istəyir. Çünki Çin görür ki, kifayət qədər mənim iqtisadiyyatım və hərbim Amerikaya yaxındır. Hətta bəzi sahələrdə onunla inkişaf edib, Rusiyadan daha da üstünəm və niyə də mən yeni qütb olmayayım? Çinin bu iddiaları var. Həmçinin bəli, axırıncı hərbi paradda da bunu nümayiş etdirdi və Çin də deyir ki, bütün dünyada ən qədim dövlət mənəm, mən imperiyayam, qədim xalqam və mənim missiyamdır ki, Avrasiya regionu, Asiya qitəsində mən öz mövqeyimi ortaya qoyum. Onun da simvolu var, əjdaha. Əjdaha da bilirsiniz ki, daha çox böyüklük, daha çox çevikli bir nişanəsidir. Yəni, Çinin, burada Çinin də strategiyası var. Yəni, göründüyü kimi, dünya həqiqətən də çox böhranlı bir vəziyyətə gedir. Bu böhran, təbii ki, dünyada iqtisadiyyatın zəifləməsinə, istehsalın azalmasına və yeni müharibənin başlamasına gətirib çıxara bilər. Sadəcə olaraq liderlər müdriklik göstərməlidirlər və burada təkcə liderlərin siyasi mövqeyindən deyil, burada dini rəhbərlər də bu məsələdə mühüm rol oynamalıdır. Dini liderlərin üzərinə böyük məsuliyyət düşür ki, siyasətçilərə, siyasi liderlərə təsir etsin və sülhün təmin olunması, müəyyən məsələlərin oturub qarşılıqlı fonda həll olunmasına çalışmalıdır. Məsələn, Qərbdə qloballaşma, bu çox yaxşı ideyadır. Bu qloballaşma bütün müharibələri kənara qoyur. Amma millətçilik, çox təəssüf ki, Amerikada Trumpın gəlməsi, həmçinin Rusiyada millətçiliyin baş qaldırması bu müharibələrin baş verməsinə gətirib çıxarır. Bəzən qlobalizmi tənqid edirlər, onun haqqında mənfi fikir söyləyirlər. Təbii ki, hər bir ideologiyanın öz mənfi cəhətləri var. Amma gəlin biz
biz müsbət cəhətlərə baxaq ki, qloballaşma müharibələrdən qaçmaq deməkdir. Amma millətçilik və digər millətə yuxarıdan aşağı baxmaq bu yeni müharibələri gətirib çıxaracaq. Necə ki, Rusiya prezidenti Ukraynanı bir xalq kimi tanımaq istəmir, görmək istəmir, deyir, onlar Rus xalqıdır belə. Təşəkkür edirəm. Sonda hər ikinizə sualı ünvanlayacağım. Amid müəllim, sizdən başlayaq. 2025-ci il Rusiya-Ukrayna cəbhəsi üçün münaqişəsi baxımından necə başa çatacaq sizcə? Əgər biz nəzərə alsaq ki, hal-hazırda dekabr ayının 3-üdür və növbəti görüşlər raundu baş verib və bilirsiniz ki, həm Rusiya tərəfi biz dünənləri izlədik, həm Amerika Birləşmiş Ştatlarının görüşdə iştirak edən nümayəndələri rəsmi şəkildə bildirdilər ki, hələ ki tam razılıq əldə edilməyib, ancaq görüşlərin keçirilməsi planlaşdırılır və cəbhədə də döyüşlər davam edir. Hesab edirəm ki, ilin axırına qədər müəyyən görüşlərin keçirilməsi baş tuta bilər, ehtimal böyükdür və yeni ildə bu görüşlər davam edəcək və bu il ərzində hər hansı bir sülh sazişinin imzalanması subyektiv fikrimdir. İnanmıram ki, bu 25-26 günə nəyisə çatdırıb, belə əgər kəskin ziddiyyətlər varsa ortada, bunu tam razılaşdırıb, icra edib və sonda sülh sazişi imzalansın. Yəqin ki, 26-cı ildə bu məsələlər daha aktiv olarsa və ən əsası biz artıq bayaqdan bunu müzakirə edirik. Hər iki tərəf güzəştə gedəcəksə, döyüşlər dayanacaqsa, humanitar razılıqlar əldə olunacaqsa, bu 2026-cı il ərzində olması ehtimal oluna bilər. Təşəkkür edirəm. Amid müəllim, qısa olaraq mənim sizin də fikirlərinizi alaq. 2026-cı il artıq il başa çatır, atəşkəs hələ gündəmdədir. 2026-cı il daha da uğurlu ola bilər ki, Rusiya atəşkəsdən razılaşsın. Avropa, Ukrayna, həmçinin Amerikada bu atəşkəs xəttindən razılaşır. Mən düşünürəm ki, əgər Amerika Birləşmiş Ştatları, Avropa daha çox Ukraynaya silahlar göndərsə, Ukrayna cəbhədə Rusiya güclü müqavimət, öldürücü zərbələr vursa, Rusiyada atəşkəsdən razılaşmalı olan. Yəni, proseslər ona gedir ki, artıq Amerika Birləşmiş Ştatlarının prezidenti artıq səbir kasası daşıyacaq, yeni silahları verəcək, Rusiyanı atəşkəsə məcbur edəcək. Daha düşünürəm ki, 2026-cı il mart ayına kimi ola bilər atəşkəs əldə olunsun. Hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Bir daha xatırladım ki, studiyada qonaqlarım politoloq Amid Əliyev və siyasi ekspert Məhəmməd Əsədullazadə idi. Biz studiyada Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan danışıqları müzakirə elədik.